ən birinci Allahdan qorxmağı tövsiyə edirəm. Bu Allah Taala'nın həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi, sizə də Allahdan qorxmağı tövsiyə edirik. Ona görə bilin ki, ən əzəmətli əmr, hansı ki Allah Taala əmr edib bizə, onu yaşamağı, onu həyata keçirməyi Allah Taala'nın tövhididir. Bu səbəbdən müttəqilərdən olun, Allahı xatırlayın və qafillərdən olmayın. Buyurur ki Allah Taala: "Ya eyyuhellezine amenuttaqullaha haqqa tuqatihi və la tamutunna illa və entum muslimun." Ey iman gətirənlər, həqiqətən Allahdan qorxun və yalnız müsəlman olaraq ölün. Ya eyyuhellezine amenuzkurullaha zikran kəsira. Ey iman gətirənlər, Allahı çox zikr edin. Və səbbihuhu bukratan və asilə. Gecə gündüz onun şəninə təriflər deyin. Və bil ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələrindən biri, Peyğəmbər sallallahu aleyhi və səlləmin xəlifəsi, Raşidi xəlifəsi, cənnətlə müjdələnən sağlığında, hansı ki mələklər ondan utanırdı, Osman ibn Affan radiyallahu anhu qəbrin üzərində dayananda ağlayırdı o dərəcədə ki, hətta saqqalı nəm olurdu ağlamağından, göz yaşından. Və deyirdilər ki ona: "Təzkurul cənnətə vən-nar və la təbki və təbki min hədə." Cənnət, cəhənnəmi xatırlayırsan, ağlamırsan, bundan ağlayırsan, yəni qəbirdən ağlayırsan. Deyirdi ki: "İnnə Rasulallahi sallallahu aleyhi və səlləmə qal." Həqiqətən Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki: "İnnəl qabra əvvəlu mənazilil əxirə." Həqiqətən qəbir axirətin ilk mənzilidir. "Fəin nəcə minhu fəmə bə'dəhu əysərə min." Ondan nicat tapsa, ondan sonrası daha asan olacaq. "Və in ləm yəncu minhu fəmə bə'dəhu əşəddə min." Ondan nicat tapmasa, ondan sonrası daha şiddətli olacaq. Və deyirdi ki sallallahu aleyhi və səlləm: "Mə rəeytu manzaran qat illə vəl qabru afza min." Gördüyüm elə bir mənzərə yoxdur ki, qəbir onun ən qorxulusu olmasın, ən dəhşətlisi olmasın. Və bəs edir ki, qəbir hər bir insanın düşəcəyi yerdir, məskənidir. Və labüddür, düşəcək ora. Və bərzəx həyatı var, qəbir həyatı var.